Təsirlik hal hamının gözünü qorxudur. Gəlin onu hissələrə bölək və bu həftə yavaş-yavaş təsirlik halla tanış olaq. Bu gün sizinlə qadın cinsi haqqında danışırıq və biz bunu bizim özün öyrən proqramımız vasitəsilə edəcəyik. Özün öyrən proqramımızda внешность mövzusuna keçirik. Xarici görünüş deməkdir. Təsirlik hal burada yer alıb. Deməli, внешность mövzusuna keçdiyimiz zaman lüğəti görürük, yiyəlik halın təkrarını görürük, çünki daha öncəki mövzularda onu keçmişik. Feilləri şəxslərə görə dəyişilmiş formada görürük və öyrənirik və ondan sonra nəhayət keçirik təsirlik hal səhifəsinə. Proqramla özünüz məşğul olacaqsınızsa, burada video izah sizin üçün paylaşılıb, amma dərsdə müəllim sizə bunu canlı şəkildə izah edəcək və təbii ki, mən də indi sizə canlı izah edirəm. Gəlin baxaq şəkilçilərə. Qadın cinsində 3 variant şəkilçi görürük. Əgər söz özü A hərfi ilə bitirdisə, o zaman təsirlikdə U olacaq. Ya hərfi ilə bitirdisə, U olacaq. Məhki znakla bitən qadın cinsi söz idisə, o zaman dəyişməyəcək təsirlik halda. İndi isə sağ tərəfdə biz misalları görürük. Misal üçün, şapku, papağı, девочку, qızı, familiyu, soyadı, mать olduğu kimi qaldı, ananı deməkdir. Gəlin indi cümlənin içində də adı söz birləşmələrdə baxaq buna. Надевать, шапку, видеть, девочку, говорить фамилию. Похожа на mать. Bu, anaya oxşayıram deməkdir. Siz deyəcəksiniz ki, bu təsirlik hal deyil, amma Azərbaycan dilində yönlük hal olsa da, Rus dilində bu təsirlik haldır, na qoşmasına görə. Bu cür mövzular əgər sizə çətin gəlirsə, ya bizim onlayn dərslərimizdə, yaxud da ki, bizim özün öyrən proqramımız vasitəsilə onu öyrənə bilərsiniz və digər bütün sizə çətin gələn mövzular, həmçinin hər ikisində danışıq praktikasında edəcəksiniz. Hansı sizə daha maraqlı gəlirsə, bizə WhatsApp-a müraciət edin və o dərs formatı haqqında soruşun.